Halal olsun Süleyman. Hadi tak. Halal olsun Redmi Note 15. Sabahınız xeyir əziz tamaşaçılar. Vaxt var idi Azərbaycanda telefon hələ heç kim çəkmirdi. Amma qardaşımız o vaxtı Redmi Note 2-ni çəkmişdi. Bu günə gəlib çatdıq. Bəli, Redmi Note seriyası dayanmadı. Təkcə bir dənə buna görə Xiaomi-yə alqışlar düşür ki, bu cür seriyanı yarada bildi. Əvvəlcə deyim ki, bu seriyanda digər bütün telefonlar olduğu kimi bizə AirShot'dan olan dostlarımız təqdim ediblər. Çox sağ olun ki, yeni telefonları çıxan kimi biz dərhal çəkiliş etmək üçün üst tuturuq ora. AirShot'dan siz də bu və digər bütün smartfonları ala bilərsiniz. Komplektasiya sizə deyim ki, ümumiyyətlə bütün bu telefon, bu model bütövlükdə götürsək, iç halatı, dizaynı, komplektasiyası demək olar ki, Redmi Note 14-dən elə də fərqlənmir. Burada komplektasiya bildiyiniz standart Redmi komplektasiyasıdır. Normal komplektasiyadır ya, yəni pis demirəm. Bu həm adapterdir, həm case'dir, həm USB-dir. Telefonun özü də aydın məsələdir. Komplektasiya full necə deyirlər indiki zaman üçün. Amma digər ki, ildən ilə axırı hər şey yaxşılaşdırmaq lazımdır. Komplektasiya qoyulan adapter niyə hələ də 33 wattdır? Bax bunu başa düşmürəm. Adam təbii ki, daha gözləyir ki, biraz daha bahalı, biraz daha üst modeli alırsansa, yəni məntiqlə burada 33 yox, məsəl üçün 40 neçə, 50 və s. daxil olsun. Amma yox, yəni qənaət. Amma burada case də qoyurlar. Düzdür, case bu rənglə düz gəlmir. Case standart basızlar geçsin. Yəni məsəl üçün siz niyə götürürəm? Məsələn, bu mavi rəngdir. Bunun məsələn açıq yaşıl da var falan. Yəni qaraları götürməyin. Amma qəşəng rəngi siz rənginə görə alırsınızsa, bilin ki, burada standart case qoyurlar, boz rəng olacaq. Yəni telefonunuz boz olacaq. Yedin də bunu, yemədin də bunu. Yəni boz olacaq. Onu da deyim ki, bunun üst modelləri təbii ki var. Redmi Note 15 Pro və Pro Plus hamısı AirShot'da var. Onlar təbii ki bundan üstdür və müəyyən şeylərlə fərqlənirlər. Elə adapter demişkən mən niyə görə onu indi deyirəm? Çünki adapter məsələsində Pro-da 45 wattlıq gəlir. Burada aşağı komplektasiyadır. Yəni kasıbsan, necə deyirlər, biraz çox gözləyəcəksən. Şarjı biraz çox gözləyəcəksən. Telefon qutudan çıxan kimi başa düşürsən ki, doğrudan da dizaynda demək olar ki, heç nə dəyişmir. Heç bir fərq yox. Bəli. Heç bir fərq yox. Düzdür, telefon nazikdir, incədir yetəri qədər. Məsələn, bu nə üçün belədir? Çünki burada qərara gəliblər niyəsə 2026-cı ildə gəlin sizə şəlalə deyirlər də ona da. Yəni şəlalə tipli, yəni yanları belə axıcı, kənarlara düşən ekran qoyaq. Açığı gözləmirdim kimsə ilim günün bu vaxtında yenidən bu dizayna qayıtsın, amma qayıdıblar. Biraz kibarlığı elə ki var bu telefon, belə incəliyi var. Amma digər ki, kimsə ola bilər, deyə bilər ki, yox, bu kənarları biraz təhlükəlidir. Çünki telefon biraz kənarı ilə dəyəndə, bir var kənarları düzü olanda, onun kənarı ilə dəyən zaman çox güman ki, zərbə gələcək kənara. Ekran burada 6.77-dir, Full HD+, AMOLED-dir, 120 Hz-dir. Bu haqda danışaraq dizayn haqqında sadəcə deyim ki, bəli, 14-də də belə dizayn idi. Redmi Note 14-də demək olar ki, dəyişməyib. 15-də də belədir. 15 Pro ilə bunun fərqi odur ki, orada kamera bloku bir balaca daha iridir, biraz belə xrom kantı daha böyüdür, biraz belə samballı, biraz baha. Biraz pullusan deyə göstərə səni. Plus 200 manat. İnfraqırmızı hələ də qoyurlar. Yəqin kiməsə bu lazımdır. Hələ də 26-cı ildə. Yorumlarda, kommentlərdə baxıram. Çox adam onu istəyir. Yəni bəlkə ona görə o telefon onlar var. Hətta mən ətrafımda da görürəm ki, bunun pultu var deyənlər var hətta mənə. Pultu kimi idarə edir. Bəli. Var. Biləsiniz ki, var. Amma 3.5 mm yoxdur. Artıq qulaqlıq girişi burada yoxdur. Yəqin belə fikirləşirlər ki, artıq bu büdcəli segmentdə hamı artıq naqilsiz işlədir. Kiçik bir məlumat vermək istəyirəm, sadəcə indi ağlıma gəldi. Ronaldo yoxdur bizim tanıdığımız məşhur Cristiano Ronaldo. Hələ də şnurlu naqilli. Bizim deyəndə xoşuma gəldi. Bizim Technobron Ronaldosu. Hələ də naqilli nauşnikdə qulaq asır, qulaqlıqda qulaq asır. Onun da şəkillərini yayıblar yəni. Ümumiyyətlə bu təkcə Cristiano Ronaldo deyil, indi bir çox məşhurlar son zamanlar belə paylaşımlar edirlər. Son 1 il mən müşahidə edirəm. Görürsən bir çoxları tezdən qayıdırlar bu kabelli qulaqlıqlara. Bilmirəm, şüalanmadan qorxurlar, nə bilim nə gəlir bu koronavirusdan sonra cəmaatın hamısının belə çöndü tezdən köynəyə qayıdı, hamısı analoqla falandan. Niyəsə amma hamı ən son maşın sürür də misal üçün. Və hamı nə bilim ən son telefon işlədir də, heç kim Nokia işlətmir də, yəni. Burada əlavə mikrofon da var. Yaxşı xəbər var. Büdcəli segmentdə 2 mikrofondan istifadə edəcək. Yəni bu video yazılanda bu təbii ki, hər zaman müsbətdir. Həm də stereo səs. Bu sadə Redmilərdə yoxdur. Amma Redmi Note-da qoyublar. Redmi Note seriyasının sadə modelidir. Əlimdə biz bunu götürdük.
Orada belə bunu qoydular. Həm burada səs dinamiki var, həm də burada səs dinamiki var. Sadəcə onu deyim ki, bizdə sadənin ən sadə komplektasiya deyil. Bunun elə bil ki, başlanğıcı bunun 628-dir. Bir də var ikinci versiya 8256-dır ki, biz çəkilişə bunu götürdük. Təbii ki, qiymətdə qənaət eləmək istəyirsinizsə 628 alacaqsınız, amma şəxsən mən sizə artıq 2026-cı ildə tövsiyə eləməzdim 6 RAM-dan götürmək. Çünki düşünürəm ki, bugünkü zamanda əgər telefon alırsınızsa 3 aylıq, 5 aylıq almırsınız ki, düşünürsünüz ki, bir 2 il işlədəcəm də, düzdür? Heç olmasa 2 il işlədəcəm. 2 il işlədəcəksinizsə, yəni 8-dən aşağı almaq artıq heç bir mənası yox. 128 heç rahat olmayacaq. Hətta mən yaddaşı da belə demirəm, amma 128 ilə bəlkə də siz dolana biləcəksiniz. Amma RAM məsələsi sizdə oyun olmasa belə, ağır işlər görməsəz belə RAM sizə çox vacibdir. Ona görə də operativ yaddaş, bəli, əməliyyat yaddaşı mütləq düşünürəm ki, minimum 8-dən başlamalıdır ki, hətta büdcəli segmentdə belə bunun seçimi var. Qətiyyən nə vada 4 alarsınız ha, belə kimsə sizə dükanda deyər ki, 4-dən də müəllim yola verərsiniz falan, bu ucuzdur, bu kampaniyaya düşüb, bu nə bilim endirimə düşüb. Qətiyyən 4 RAM-lıq telefon almayasınız. Həqiqətən ekran büdcəli segment deməzdim. Hətta daha üst segmentdə olan ekranlardan geri qalmır. Gündəlik işdə adi bir menyunu belə açırsan, sanki bir bu qiymətə yox, məsələn 1000 manatlıq bir telefon işlədirsən. Burada Android 15 qutudan HyperOS 2 gedir. Bu bildiyiniz HyperOS-dir, bildiyiniz MIUI-dir, bildiyiniz zəhlətökən oyunlardır. Burada hansısa ki, yüklənəndə deyirsən ki, hər dəfə mənə hərdən elə gəlir ki, məndə dejavudur, eyni şeylər danışıram Xiaomi smartfonların mənfiləri haqqında danışanda. Bu dəfə çünki mən telefonun açılışını elədim, mən də orada seçdim ki, heç bir şeyi yükləmə. Dedi İstəyirsən bu oyunları? İstəmirəm. Quşu götürürsən, bir məcbursan ha. Bütün quşları götürürsən, digər ki, xeyr yoxdur. Oyunlar papkasını yaratdı. Ora şarik, nə bilim o söz oyunu, sonra ilan var, bir də təzə bir dənə ilan versiyası var, Snake var, 10 versiyası, sonra Tetris'in belə müxtəlifi, yəni 6-9 oyun nağdı buradadır. Başqa bu o sistemin böyük bir mənfisi yoxdur ha. Yəni MIUI, indi də HyperOS sistemi əvvəldən normal bir sistemdir. Digər ki, bunlar son 5 ildə reklamı konkret ipini buraxıblar. Yəni nə istəyirlər eləyirlər orada. Smartfonun beyninə qalanda təbii ki, sürət də hər şey ondan asılıdır. Burada o da demək olar ki, 14-dən çox da fərqlənmədi. Çünki yenə də Mediatek Helio G100 Ultra. Bu zəifdir. Deyə bildim o prosesor adını axıra kimi. Helio G100 Ultra bu elə demək olar ki, Redmi Note 14-də qoyulmuş Redmi Mediatek Helio G99 Ultra'dır. Demək olar ki, eyni şeydə bir balaca cüzi fərq var. Yəni o cüzi fərq demək olar ki, hiss olunmur ki, yəni 14-dən birdən 15-ə keçmək istəsəniz, yəni heç nə hiss eləməyəcəksiniz. Oyunlarda da performans demək olar ki, yuxarı aşağı eynidir. İndi oyunlar haqqında Hilal daha ətraflı danışaq. Belə deyək də, normal idi, normal deyə bilərəm. Yəni 30 dəqiqə oynadım, yarım saat oynadım. Telefonda heç bir qızma və yaxud da ki, kəskin pil aşağı düşməsə, yəni zərərli. Təzyiqin zaten qalmadı yəni. Yox, yəni məsəl üçün 60%-dən düşdü 20%-ə belə bir şey olmadı. Normal hər şey getdi. Sadəcə Ultra HDR yoxdur burada. Sadə HDR. Çox da high ayarlar yoxdur. Bəli, amma belə baxanda normaldır. Yəni sən bir iPhone-dan düşüb bunu burada oynayırsansa, səncə bu problemdir artıq. Amma Redmi Note 12 işlədirdinsə keçdim. Eləmə, iPhone-la müqayisə eləməyə. Bax, şərhlərdə linç eləyəcəklər bizə. Redmi Note 12 işlədirdinsə keçsinə 15-ə, burada artıq fərqi hiss edəcəksən. Yəni rahatdır, kölgələrlə oynaya bilsən, rahat oynaya bilsən. Belə, yəni amma belə absurd bir şey yox idi. Mən həmişə bir şey nəzərə almağı istəyirəm ki, hər zaman biz açanda və telefonu test edəndə biz yeni telefonu test edirik və o hələ boşdur, açar qutudandır və yaddaş təmiz. Düz müəyyən proqramlar bura yüklənir, qoymurlar tam təmiz olsun. Amma yenə də WhatsApplar, Messengerlər, falanlar, keşlər təmizdir. Yəni tərtəmiz keşlə sən telefon oynayırsan, o da var. Düşünürsən ki, oynamaq olar bu telefonda. Oynamaq olar, amma belə bir sual verilsə ki, bunun üçün sırf PUBG üçün və yaxud da oyun üçün bu telefonu almaq olarmı? Yox. Yəni o deyil. Niyə almaq olmaz? Yəni bu qiymətə sən nə istəyirsən? Yəni 500-600 manata sən bunun yerinə yəni digər telefonu, məsələn Poco'nun telefonlarının olmaq daha çox oyun üçün daha əlverişlidir. Okey, yenə də gəlib çıxırıq Poco'nun üstünə. Yenə Poco'nun telefonu üstünə. Amma yəni belə iş üçün telefonu, hər şey üçün bir telefon alırsınızsa,
ara sıra oyun da oynaya biləcəksiniz. Kamerada vəziyyət artıq prosesordan fərqli olaraq o qədər də ürək açan deyil. Çünki burada Redmi Note 14-də də belədir, 15-də də elədir. Yenə də 4 dəlik bir kamera. Biri 108 megapiksellik kamera, okey. Biri 2 megapiksellik kamera, hansı ki deyirlər ki, portretlər üçün falan istifadə olunur. Onunla ciddiyə almayaq o kameranı. Bir dəlik sadəcə olaraq şəkil üçündür, simmetri üçün 4 olsun deyə və birində də flashdır. Bu da görünür, görürsünüz ki, bir dəlik ümumiyyətlə yoxdur. Yəni. Yoxdur, sadəcə olaraq. Yəni sadəcə imitasiyadır. Yəni bu o 4 bucaq dizaynını pozmamaq üçün düşünülmür. Mən belə izah edirəm. Kameranın özünə qalanda isə dedim ki, bir dənə həmin o bir kamera, burada 108 megapikselli və açığı pis kamera deyil. Və bu pis kameralı telefondur, bərbad kameralı telefondur, o telefonlardan deyil. Redmi Note seriyasında da hər şey olduğu kimi burada da belə orta bir çalışırlar ki, bir nəticə versinlər. Amma şəkil məsələsində, indi şəkilləri də görürsünüz, mən danışa-danışa, şəkil məsələsində həqiqətən 108 megapikseli burada görmək olar. Yəni, görürsən ki, günorta işığında xüsusilə şəkillərə deyək ki, heç bir iradım yoxdur. Amma videoya qalanda isə burada ayarlar 1080. Məsələn, 4K-dan söhbət gedə bilməz. 60-ı da qoymaq olur, 60 da var FPS. Və bir olmaz. Amma burada deməli ortalama olaraq təbii ki 30-dan çəkəcəksiniz. Və yaxınlaşdırma da var. Təbii ki bir kameranın yaxınlaşdırması, rəqəmsal yaxınlaşdırmadır. Nəysə, indi videoları göstəririk sizə. Özünüz də qərar verin. Redmi Note 15 əsas kamerası ilə 108 megapikselli kamerası ilə video çəkirik. 1080-30-dur, maksimal keyfiyyət budur. Çox səs-küylü yerdəyik, ona görə səs-küy yəqin ki çox olacaq. Amma hərəkət edeyim ki, baxaq görək axıcılığı necədir və mənim dalımcı gəl görək stabilizasiya deyilən bir şey vardır. Bu da qış partidir, bildiyiniz kimi, bu da mənim çox gəlişmə olur. Bu hava düzdür, gəzməni havadır, amma ki, resim almaq, telefonu test eləmək üçün ardınca belə gəl, belə sürətli şəkildə görək stabilizasiya vardır. Belə qaçmadan mavi gələrkən belə siz də fikir verin, baxın görün, stabilləşdirmə varsa yazın, yoxsa da yerdə yazın. Redmi Note 15-in ön kamerasını çəkirəm, maksimum keyfiyyət 1080-30-dur, elə ondan çəkirəm. Şöyle çəkirəm, buradan görürəm ki, göydə buludlar falan hamısı yanıb, görsəndir. Halbuki buludludur, yəni buludlar yaxşı görünməlidir, amma arxanı bütün demək olar ki, yayıb və xırdalıqlar yoxdur göydə. Görürsünüzsə, var, amma çox azdır. Bu arxa fonla büdcəli telefonların kamerası bir balaca çətinlik çəkir. Öndə olan obyekti götürür, arxanı başlayır gah ağartmağa, gah neynəməyə. İndi siz də baxın görün, səs necə çıxır. Yəqin özünüz də gördünüz ki, videolar wow deyil. Elə Redmi Note 14-də də, 13-də də heç vaxt məndən soruşanlar da lap elə videodan kənarda məndən kimsə tanışlardan soruşur ki, Redmi Note almaq istəyirəm. Deyirəm ki, əgər video çəkməyəcəksənsə, Instagram aparmaq üçün götürmürsənsə telefonu, onu da götür, al. Smartfonun güclü tərəflərindən dediyim kimi, onun akkumulatoru, bəli, bax bu 14 ilə müqayisədə daha yuxarı qalxan bir parametrlər oldu. Bu da ki 6000 mAh akkumulyator oldu. Deməzdim ki, Çin smartfonları segmentində bu wow rəqəmdir. Bundan da yuxarı var, 6500 var. 7500 və s. İndi bu dəqiqə akkumulyatorlar arasında smartfonlarda gedir, marketinq müharibələri gedir. Hətta Pro-da bundan da yuxarıdır, 6500 də var və s. Bu nəyin hesabınadır? Telefon daha qalın olmayıb, daha ağır çox da olmayıb. 170 neçə qramdır, o çox da yüngül telefon deyil açığı. Amma yəni incədir. Bu da artıq Xiaomi'nin də nəhayət ki silikon karbon batareya, akkumulyator texnologiyasına müraciət etməsi ilə bağlıdır. Nəhayət ki bunu artıq Redmi Note seriyasında da ediblər. Buna görə yəni alqışlayırıq. Və sürətli şarj baxımından burada səhv etmirəmsə sürətli şarjı dəstəkləyir, amma qutuya qoyulan adapter bir balaca zəifdir. Yəni daha yuxarı parametrli adapteriniz varsa digər smartfonlardan rahat işlədə bilərsiniz. Çünki yetəri qədər sürətli şarjı dəstəkləyən. Naqilsiz şarj təbii ki burada yoxdur. NFC var. Bu kifayət edir. Bu mənfi xüsusiyyətdir yeri gəlmişkən. Redmi Note seriyasının sadə modellərinə təəssüf ki, naqilsiz şarjı hələ də nəzərləri çox görürlər. Belə dostlar, düşünürəm ki, bu telefon haqqında bu qədər. Redmi Note seriyasının 15-ci modeli çıxdı və bu il ərzində Redmi Note alacaqsınızsa, təbii ki,
bu modeli ala bilərsiniz. Amma onu deyim ki, sizə 14 də hələ satışda tapmaq olar. Elə İrşadın özündə də mən gördüm ki, 14 də var idi, ala bilərsiniz. Yəni məsələn bunun qiymətinə siz ala bilərsiniz 14 Pro təqribi. O da var. Nəzərə alsaq ki, əgər bu qiymətdə çox da fərq olmayacaqsa bununla 14 Pro-nu, mən şəxsən 14 Pro-nu seçərdim. Mən də 14 Pro-nu seçərdim. Çünki proqram təminatı eyni olacaq, sistem eyni olacaq. Digər parametrlərində bəzilərində o bundan üstün olacaq. Çox da sürətli bir telefon deyil, amma bütün ortalama işləri görən bir telefondur və bütün Google servisləri falan da var. Yəni ortalama işlərin hamısı üçün yararlı bir telefondur. Nəysə, şərhlərinizi gözləyirik. Yazın və bəyənsəz, dostlarınıza videonu göndərsəz sevinərik. Növbəti videoda görüşərik.